Pasiyent 5 gündən sonra Almaniyaya yola düşür. Yəni Almaniyada yaşayan azərbaycanlımızdır. Gəlib 4-5 klinikada özünün dediyinə görə olub. Hazır KT-si əlində gəlmişdi bura ki, mənə deyiblər ki, sümük köçürmələr lazımdır. Sümük köçürmələrdən sonra məsələn aşağı sinədə sağ tərəfdə sümük köçürmələr lazımdır. Ondan 7-9 ay sonra, 6-9 ay sonra ki, ora implant qoyulub, bir də təzədən 3 ayda ona görə gözləniləcək. Dedim, mən onu öhdəmə götürürəm, işləyirəm və işlədikdə 12 implant bir etapda, yəni bir anda qoyuldu. Ümumilikdə 2 saat yarım vaxtımız getdi. 2 saat yarım vaxtımız niyə görə getdi burada? Daha titiz işdi. Bu 13 millimetr sinirə qalmış ki, dayanmışıq. Siniri zədələsək bu təhlükəlidir, çənənin hissiyatı itir. Ona görə də yavaş-yavaş, yəni biz vaxtda işləmirik, dəqiqlik olsun deyə ümumilikdə belə bitirmiş olduq. 12 implant, belə titizliklə iş və 2 də diş çəkimi olmaqla işimizi bitirmiş olduq. Xəstə xoşbəxt, biz işi yaratdığımız üçün xoşbəxt. Xəstə tək heç vaxt peşman olmasın bizi seçdiyi üçün. Biz də sizlərin qarşısında, pasiyentlərimizin qarşısında utanmayaq. Belə pasiyentimizi yola salacağıq, gedəcək, tikişlərini də Almaniyada sökdürəcək. KT olduğu üçün əlimizin altında əməliyyatdan öncə olsun, əməliyyatdan sonra olsun rahatlıqla KT-mizə baxıb biz implantlar haqqında vəziyyət nətərdir, ani olaraq implantı geri açmaq lazımdırmı, bəlkə bir narahatlığı var, filanı var. Ona görə biz kontrol altında işləyə bilirik. Əslində belə bir narahatlığımız olmayıb bugünə qədər, amma yenə də nə qədər özümüzə arxayın olsaq da, yenə də işimizi bir kontroldan keçirməkdə fayda vardır. Belə.